Salam dostlar. Necəsiz? Ümidvaram ki, hər biriniz çox yaxşısınız. Deməli, birinci videoma etdiyiniz yorumlar, bəyənmələr məni o qədər çox sevindirdi ki, həqiqətən hər bir yorumu oxuduqca içimə bir sevinc gəlirdi ki, yəni mən sizlərə kömək ola bilmişəm, dəstək ola bilmişəm. Bu məni həqiqətən çox sevindirdi. Çox mutlu oldum. Deməli, keçən videomda mən sizə bir çox qeydlər demişdim. Ümid edirəm ki, hər birini götürmüsünüz. Keçən dəfə deməli 9-cu siniflərin buraxılış imtahanının ingilis dili suallarının qrammatika belə deyim ki, suallarını izah etmişdim. İndi isə OTK-nın 9-cu siniflər üzrə 6 aprel 2025 tarixində etdiyi sınağı izah etmək istəyirəm. Təbii ki, qrammatika suallarını. Gəlin, söz çox uzatmadan 13-cü sualın izahı ilə tanış olaq istəyirsiniz. Deməli, burada gördüyünüz kimi the young predicates job if they foreign language. Deməli, burada birmənalı məsələ bundan ibarətdir ki, burada əgər variantlarda zaman məzmunlu feillər görürsünüzsə, deməli bu tense formsdur. Yəni zamandır. Burada ilk növbədə sən cümlənin tərkibində variantları başlayıb uzlaşdırmalısan və cümlənin tərkibində sənə verilən açarları düzgün şəkildə qeyd etməlisən ki, sonradan sənə heç bir problem yaratmasın. Deməli, mən cümləmin tərkibində if görürəm və if-i dairəyə alıram. Bu mənim sonradan səhv etmə şansımı belə deyim ki, bir 90% aradan qaldırır. Deməli, mən bilirəm ki, if, as soon as, still, until bu kimi feillərdən sonra, daha doğrusu açar sözlərdən sonra heç bir zaman bitmiş zamanlar, gələcək zamanlar gəlmir. Ancaq keçmiş zaman gələ bilər və yaxud da indiki davam edici zaman falan bunlar gələ bilər. Ona görə də mən if-dən sonra indiki bitmiş gəlməz deyə atıram, gələcək zaman gəlməz deyə atıram, qalıram 3 variantımın arasında. 3 variantın arasına qaldıqdan sonra başla həmin variantlarda olan feilləri uzlaşdırmağa. Uzlaşmadan da danışaq. İndiki zaman, indiki zamanla, indiki zaman, gələcək zamanla və keçmiş zamanda ən nəhayətində keçmiş zamanla uzlaşır dostlar. Əgər bilmirsinizsə, qeyd götürməyi unutmayın. Daha sonra indiki deməli, gələcək zaman indiki zamandan uzlaşdı. Bu tamamilə doğrudur. Bu variantımızı saxlayıram. Keçmiş zaman indiki zamanla uzlaşmır və gələcək zaman indiki zamanla uzlaşır, düzdür. Ancaq burada əvəzlik olaraq bizə z verməyibmi? Məgər z cəm əvəzlikdir. Cəm əvəzlikdən məgər xəbər cəm şəkilçisi qəbul edir, yəni s qəbul edir? Xeyr. Nə zaman s qəbul edir? Hidə, şidə, itdə xəbərimiz s və yaxud da is şəkilçisi qəbul edir. Ancaq cəm şəxs əvəzliklərimiz də heç bir zaman s şəkilçisi, is şəkilçisi qəbul etmir dostlar. Deməli, bizim cavabımız oldu C variantı. Keçək 14-cü sualın izahına. Deməli, 14-cü sualda görürük ki, vergül var, sual işarəsi təqdim olunub. Deməli, bu bölmə tag question bölməsidir. Tag question bölməsində cümlədə hansı köməkçi nitq hissəsidirsə, onunla suala cavab verməlisən, onunla qaytarmalısan, belə deyək. Əgər cümlə inkardırsa, qaytaranda, yəni sual verəndə mütləq təsdiq verməlisən. Belə. Gəlin indi dediklərimi tətbiq etməyə başlayaq. Deməli, cümlədə hardly var. Hardly no-nun qardaşıdır. Və yaxud da no-nun və ya bunu not kimi də yaza bilərəm. No-nun, notun qardaşıdır. Və ya neyzə yaza bilərik. Əgər bu tipli sözlər varsa, cümlə keçmiş zamandadır. Əgər cümlə keçmiş zamandadırsa, sualı qaytaranda mütləq təsdiqlə qayıtmalıdır. Təsdiqlə qayıdacağı üçün mən inkar olan variantlarımı avtomatik atıram. Daha sonraki nüansı nə dedim? Cümlənin tərkibində hansı köməkçi nitq hissəsi varsa, ona uyğun sual verməliyəm.
Məgər siz cümlədə keçmiş zaman məzmunlu bir söz görürsüz və ya feil görürsüz? Xeyr, mən görmürəm. Yəqin ki, siz də görmürsüz. Ona görə A variantını avtomatik olaraq atıram. Daha sonra qaldıq R-la do arasında. Fikirləşirsiniz ki, mənə də sual verirsiniz ki, bəs Sevinc, cümlə indiki zamandadır, bunu bildim. Bəs mən R-mı götürüm, do-mu götürüm? Hər ikisi də indiki zamandadır axı. Bunun üçün sizə bir qeyd deyəcəm. Bunu not dəftərinizə yazmağı unutmayın. Bu mütləqdir. Əvvəlki videomda, ilk videomda da qeyd etmişdim. İndi də deyirəm. Əgər cümlədə have varsa və yaxud da have to varsa, mütləq qaydanda sual olaraq do və yaxud da does-la verməlisiniz. Əgər have varsa do ilə, has varsa does-la verməlisiniz. Birmənalı olaraq əsas şərt budur. Əgər ki, əksinə have plus participle verilərsə və yaxud da have got verilərsə, siz avtomatik olaraq sualı qaytaranda have-in özü ilə verəcəksiniz. Yəni, have özü tək qalanda, yanında heç nə olmayanda və yaxud da to sözünlü gələrsə, have özü heç bir zaman öz sualını düzəldə bilməz. Ancaq yanında bir dənə dostu olanda, yəni participle-tusu olanda, sən onun sualını, inkarını özü ilə verə bilərsən. Deməli, cavabımız oldu burada. B variantda getdi. Cavabımız oldu D variantı, dostlar. Bunu çox gözəl çəkdim dairəni. Özümdən heyran. Daha sonra keçək 15-ci sualın izahı ilə tanış olmağa. Deməli, 15-ci sual bu, belə deyim ki, sözcükləri gördüyümüz zaman bizim ağlımıza təbii ki, bir bölmə quantifiers bölməsi gəlir. Quantifiers bölməsində biz bilirik ki, nöqtədən sonra gələn isim əgər cəmdədirsə, orada mean işlənməlidir, several işlənməlidir, a lot of işlənməlidir və yaxud da some işlənməlidir. Biz bilirik ki, a lot of sayılan ismi cəmdə, sayılmayan ismi təkdə tələb edir. Deməli, some sayılan ismi cəmdə, sayılmayan ismi təkdə tələb edir. Bunlar da bu sözlərin istisnalarıdır. Deməli, ismimiz cəmdə olduğu üçün mən avtomatik olaraq 1 və 3-ü götürürəm. Cavabım olur D variantı. Daha sonra dostlar, bunların belə deyim ki, səhvlərini də deyim. Much sayılmayan ismi təkdə tələb edir. A little da həmçinin sayılmayan ismi təkdə tələb edir. Daha sonra gəlin 16-cı sualın izahı ilə tanış olaq. 16-cı sual ingilis dilinin olmazsa olmaz bölmələrindən və hər bir sınağa, belə deyim ki, OTK-ya, hədəfə sınaqlar olaraq və yaxud da demin buraxılış imtahanlarına salınan sual, mövzu tiplərindən biri də passive voice, yəni məchul növ bölməsidir. Məchul növ bölməsində birmənalı olaraq bilməlisiniz ki, variantlar heç bir zaman mübtəda ilə qayıda bilməz. Yəni, Alex-lə cümləni verə bilməzsən variantda. Tamamlıqla verməlisən. Gəlin biz əvvəlcə tamamlığımızı müəyyən edək. Several assignments. Deməli, several assignments-lə başladı. Hər bir variantda da sağ olsun. Bizi qəşəng çaşdırmaq üçün hər bir variantda elə verib. Amma çaşmağa ehtiyac yoxdur. Gəlin ikinci şərt olaraq xəbərimizi təyin edək. Xəbərimiz nədir? Completed, yəni keçmiş zamandadır. Keçmiş zamandadır deyə mən avtomatik olaraq were və yaxud da was verməliyəm. Gəlin istəyirsiz qələmin rəngini dəyişək. Qələmin rəngini dəyişəndə belə etdiyim qısa nüansları daha yaxşı görə biləsiniz. Yəni, aydın seçilsin. Several assignments are məgər keçmiş zaman feilidirmi? Xeyr. Ara atırıq. Were keçmiş zamandadır. Tamamilə doğrudur. C variantına baxaq, deyirsiniz, bəs C variantının nəyi səhvdir? Deyirəm, heç nəyi səhvdir. Hələ ki, saxla. Was-da axı. Mən heç bir şey deyə bilmərəm. Keçmiş zamanın feilidir. Daha sonra, yəni açar mənasında. D variantında. Məgər siz indiyə kimi görmüsünüz were nə vaxtsa binlə işlənsən? Xeyr. Ona görə D variantda getdi. Y variantına baxsaq, are ümumiyyətlə deyim ki, were kimi binlə işlənə bilməz. Bir səhv bu. Digər səhv də mənim feilim keçmiş zamandadır. Mən ona heç bir zaman indiki zamanın açar feilini to be formasını verə bilmərəm. Gəlin indi B ilə C-nin fərqinə baxaq. İndi mənə sual verirsiniz ki, ay Sevinç, bəs
Mən sən dediyin nüansları bir-bir tətbiq elədim. Qeyd dəftərimə də götürdüm. Bəs bundan sonra nə edeyim? Mən axı iki variant arasında qalmışam. Mən də deyirəm ki, qorxu yoxdur. Mən dediklərimi bir-bir qeyd etmisən. Sən bundan sonra mənə güvən. Several assignments nədir? Cəmdə deyilmi? Mən deməmişəmmi? Cəm, isim plus cəm xəbər gəlməlidir. Qeyd götürməyi unutmayın. Cəm, isim plus cəm xəbər gəlməlidir. Ona görə mənim düzgün cavabım olacaq B variantı. Deyərsiniz C variantı nə üçün səhvdir? Deyirəm ki, several assignment cəmdədir. Bəs sən mənə niyə bu C variantını yazam. Bəs sən mənə niyə was vermisən? Mən axı cəm xəbəri lazımdır. Mən niyə was götürməliyəm ki? Ona görə çaşmadım. Bir variantım da doğrudur. Aha, gəlin keçək 17-ci sualın izahına tanış olmağa. 17-ci sual deməli modal verb bölməsidir. Nə üçün? Bunu avtomatik olaraq görmək mümkündür. Having to varsa, must, can varsa, should to varsa biz bilməliyik ki, bir mənalı olaraq bu nədir? Modal verb bölməsidir. Deməli dostlar, burada görürük ki, ən son halda modal verbdə tərcüməyə qaçmaq lazımdır. Ancaq birmənalı olaraq birinci düsturlara əsasən variantların işləyək. Haven't. Have-lə to-nun arasına not hissəciyi daxil ola bilməz. Don't have to. Bunu saxlayaq. Must saxlayaq. D variantında uşaqlar ya can't olmalıdır, ya da ki, bunda apostrof hissdən sonra nəsə bir şey verməli idi. Amma verməyib. Bu testin orijinal formasında verib amma bu testə düşməyib. Ona görə D variantını indidən atım. Çünki vergüldən sonra, apostrofdan sonra nəsə olmalı idi burada. Ya not olmalıdır, ya da to hissəciyi verməli idi. Should to ilə işlənməz. Y variantı da getdi. Daha sonra deyir ki, this project is very crucial. Yəni, bu proyekt önəmlidir. Əgər önəmlidirsə, biz onu vaxtında on time, vaxtında bitirməliyik. Vaxtında bitirməz. Əgər vacibsə, sən onu niyə vaxtında bitirməməlisən ki? Xeyr. Təbii ki, əgər önəmlidirsə, vacibdirsə, sən onu vaxtında bitirməlisən. Cavabımız olacaq C variantı. O da must. Daha sonra 18-ci sualın izahı ilə tanış olaq. 18-ci sualda deməli bizə nə deyir? 18-ci sual buradan belə variantlara göz gəzdirsəm, xəbərlərə baxsam, görürəm ki, bu sual agreement bölməsindədir. Yəni mübtəda xəbər uzlaşmasıdır. Mübtəda xəbər uzlaşmasında mən əvvəlki videoda da qeyd olaraq demişdim ki, bunu qeyd götürün mütləq. Əgər cümləmizdə sözünü yoxdursa, birbaşa nöqtədən əvvəlki ismə köklənirik, cəmdirsə cəm xəbər veririk, təkdirsə tək xəbər veririk. Əgər cümləmizdə to varsa, yəni sözünü varsa, avtomatik olaraq sözündən əvvəlki ismə fokuslanmalıyıq. İndi burada sözünü olduğu üçün sözündən əvvəlki sözü, yəni the journey, səyahət sözünə fokuslanırıq. Ona görə də bizim xəbərimiz olacaq təkvir. Gördüyünüz kimi bütün xəbərləri cəm verib, cavab olacaq D variantı. Bəs deyərsiniz ki, nəyə görə will-i götürmədin? Birincisi, will həm be ilə işlənməli idi burada. Will be, shall be olmalı idi. İkincisi də ki, will universallı bir fiildir. Yəni hər tərəflidir. Nə məzmunda? Yəni əgər məsələn belə nömrə ilə versəydi 1, 2, 3 və s. belə bizə təqdim olsaydı, 1-də versəydi will be, 2-də versəydi was, 3-də versəydi misal üçün were, 4-də versəydi have. Əgər yenə təki soruşsaydı, mən təbii ki, 1-2-ni götürəcəkdim. Çünki will universallı feildir. Will-dir, shall-dir, bunlar universallı feillərdir. Yəni, təklərə işlənə bilər, cəmdir. Ancaq bunun bir səhvi will-in B-sinin olmazdır. Daha sonra, yəni ümumiyyətlə, siz belə olanda heç bir zaman will-ə aldanmayın. Siz əsas konkret feillər hansılardır, onu götürün. Əsas xəbərlərə, belə deyim ki, köklənin. Yoxsa səhvə yol verə bilərsiniz. Gələk 19-cu sual. 19-cu sual bir çox şagirdlərin əsas problemlərindən biri olan preposition, yəni sözünü bölməsidir. Preposition ingilis dilinin ən geniş bölmələrindən biridir. Eyni ilə conjunction-da. Ancaq Nərgiz Nəcəfdə conjunction və preposition bölməsi çox ətraflı şəkildə sizə təqdim olunub. Mən təbii ki, qayda izahlarımda preposition'ın da, conjunction-ın da izahlarını verəcəm. Təbii ki, siz də əgər hansı bölmədə çətinlik çəkirsinizsə, onu rəylərdə bildirməyi unutmayın. Sevə-sevə həmin bölməni sizə izah edərəm.
Daha sonra gəlin 19-cu sualın indi izahı ilə tanışıq. 19-cu sual konkret bir qaydadır. On my birthday last year. 10 olmalıdır. Cavab 19-da B variantı olacaq. Daha sonra gələk 20-ci suala. 20-ci sual belə deyim ki, 9-cu siniflərin buraxılış imtahanına düşən bir sual tipidir. Yeni əlavə olunub. Deməli bu sualı üzərində çox dayanmayacağam. Çünki 9-cu siniflərin buraxılış imtahanında bu bazarda gördük ki, belə bir sual tipi təqdim olunmamışdı. Sual standartları çox belə deyim ki, asan səviyyədə təqdim olunmuşdu. Ona görə bu 20-ci sualı indi izah etsəm də bu tərcüməyə əsaslanır deyə sizin beyninizdə tam yerləşməyəcək. Ona görə 20-ci sualın sual tiplərinə aid sizə belə deyim ki, tamamilə fərqli bir formatda test hazırlayacağam. Onu izah edəcəm. Onda daha yaxşı başa düşəcəksiniz. 20-ci suala cavab olacaq D variantı, yəni 1-ci və 4-cü sual. Bu sual tərcüməsi yaxşı olan uşaqlar üçün belə deyim ki, çox yaxşı olacaq. Nə məzmunda? Əgər tərcümən yaxşıdırsa, bu sualı qəşəng şəkildə tərcümə etməyə bacaracaqsan. Deməli, conducted pleased, yəni məmnun olan deməkdir. Hardly nice da bilinməyən, upset də məyus deməkdir. Yəni Mark eksperimentindən məmnun ola bilər və o xoşbəxt ola bilər. Və yaxud da Mark belə deyim, eksperimentin çatdıra bilməyə bilər. Onun haqqında heç bir məlumat olmaya bilər və o məyus ola bilər. Yəni ki, hər iki halda qarşılaşdırma bizə təqdim olunur. Nə mənada? Yəni bir tərəfdə o xoşbəxtdir, bir tərəfdə də yəni işlərini tamamlayıb o xoşbəxtdir. Yəni hadisələr ardıcıllıqla baş verir. Əgər sən bir işi belə deyim ki, yaxşı görmüsənsə, tamamlamısansa, sən sonunda xoşbəxt olacaqsan. Əgər bir işi tamamlamamısansa, bu işin heç düzgün getməyibsə, təbii ki, sonda məyus olacaqsan. Ona görə cavabımız olur 1-4. Hadisələr ardıcıl şəkildə getməlidir 20-ci sualda. Daha sonra keçək 21-ci sualın izahı ilə. 21-ci sualın izahında underlined word, yəni bizdən soruşur ki, bu sözə uyğun bir sinonim tapmalıyıq. Sinonim gördüyünüz kimi həm 25-ci suala təqdim olunub, həm də 21-ci sualda, amma fərqli formatda təqdim olunub. Ona görə ingilis dilində söz bazısı yenə də demişəm, təməli söz öyrənməkdir. Ona görə var gücünüz olduqca, yəni var gücünüzlə söz öyrənin. Əziz dostlar, sizə bunu tövsiyə edə bilərəm. Yəni danışıq öyrənmək istəyən maksimum şəkildə söz öyrənsin. Deməli, 21-ci suala deyir ki, my research is about the current traditions of the world. Deyir ki, mən deyir ki, qədim adət-ənənələr haqqında, yəni dünyanın qədim adət-ənənələri haqqında araşdırmalar aparıram. Research, araşdırıram. Current, qədim, antik dövr nəzərdə tutulur, keçmiş. Ona görə də cavabımız olacaq burada past, yəni B variantı, keçmiş, keçən anlamını verir. Daha sonra gəlin 21-ci sualın izahı ilə tanışalım. 21-ci sual bu artikelları gördüyümüz zaman bizə də məlum olur ki, bu məhz artikel bölməsidir. Artikel bölməsidir deyə biz bilməliyik ki, deməli üstünlük dərəcələrinin qarşısında həmişə Z artikel işlənir. Ona görə biz A variantını atırıq, C, D variantlarını atırıq, qalırıq B və Y variantları arasında. By deməli söz önüsü varsa, tree ilə bunun ortasında heç bir belə deyim ki, artikel gələ bilməz. Ona görə də cavabımız olur 22-ci sualda B variantı, əziz dostlar. Daha sonra keçək 23-cü sual. 23-cü sual çox gözəl və asan bölmələrdən biri olan passive case, yəni ki, yəli çal bölməsidir. Deməli, bu bölmənin də qaydalarını oxuyun, çünki bütün test tapşırıqlarında, sınaqlarda bu bölməyə rast gəlinir. Deməli, the woman's problems were solved. Qadın neynədi? Problemlərini həll elədi. Burada olan S, bu were-ın xəbərinə aiddir. Yəni, womanla əlaqəsi yoxdur. Cavabımız olacaq burada A variantı. B variantının səhvini dilə gətirək. The brown apostrof S olmalıydı. C variantında to, əgər say gəlibsə, saydan sonra gələn isim mütləq cəmləməlidir, yəni S apostrof olmalıydı. D variantında ümumiyyətlə görürsünüz ki, heç bir yəlik alan rast gəlinmir. Y variantında isə the children apostrof S olmalıdır. Çünki children kökündən dəyişən bir isimdir və onun cəm formatı ümumiyyətlə kökündən dəyişən isimlərin
Yəlikəli apostrof S ilə düzəlir. Cavabımız oldu A variantı. Gəlin 24-cü sualın izahı ilə ətraflı şəkildə tanış olaq. 24-cü sual definition sualıdır. Bunun qrammatikaya dəxlisi yoxdur, ancaq söz bazasını yoxlamaq üçün bu suala təqdim edirlər və hər bir test tapşırığına düşür. Ensiklopediya deməkdir, yəni ki, belə deyim, coğrafiyada olur əsasən bu ensiklopediyalar. Geniş şəkildə hər bir məlumatın izaha təqdim olunur. Armchair kreslodur, markerdə markerdir. Daha sonra gəlin indi həmin sualların belə deyim ki, mənaları ilə tanış olaq. Deməli, gəlin birinci ensiklopediya sözünə tapaq. Deyir ki, a book or set of books giving information on my subject or on many aspects of one subject. Deməli, B variantında deyir ki, hər hansı bir kitab və yaxud da kitablar toplusu ki, sən oradan çoxlu məlumatlar öyrənirsən, orada çoxlu aspektlər falan təqdim olunub. Bu olacaq ensiklopediya. Birin cavabı oldu B variantı. Birə B varmı? Bəli, var. Digər variantları atırıq ki, işimiz asanlaşsın. Biri də burada belə qeyd edirik. Daha sonra keçək ikinci sözümüzün definitionunu tapmağa. Armchair sözünün mənası kreslo deməkdir. Deməli, A variantına gəlin baxaq. A piece of furniture, mebelin bir hissəsi with a back and arms for a single person to sit on. Deməli, mebelin bir hissəsidir ki, neyinirsən? Orada oturursan. Bir insan person to sit on. Onun üzərində oturur. Bu olacaq armchair, yəni kreslo sözünün definitionu. Daha sonra keçək üçüncü sual. Marker sözünün mənası marker deməkdir. Yəni müəllimlər, ümumiyyətlə teacherlər lövhədə yazdıqları olur marker. Deməli, burada da cavab olacaq C variantı, yəni a tool used for writing or drawing with colored ink. Baxın, rəngarəng bir mürəkkəb buraxır, neyinirsən, istifadə edirsən yazmaq üçün və yaxud da şəkil çəkmək üçün. Cavab olacaq üçüncüdə C variantı. Deməli, bizim ümumilikdə cavabımız B, A, C, yəni oldu Y variantı, əziz dostlar. Yenə də deyirəm, bu söz bazası ilə əlaqədardır. Əgər hər hansı bir sualın tərcüməsini bilmirsinizsə, məyus olmağa dəyməz. Təki siz onu yazın, öyrənin. Çoxlu yazın. Əlbəttə ki, o sizin ağlınızda qalacaq. Daha sonra, yəni konkret unutmayacaqsınız. 25-ci sualın izahı ilə tanış olaq. Choose the correct pair of synonyms. Deməli, bizdən soruşur ki, sinonimləri seçək. Bu da gördüyünüz ki, 21-ci sual izah edən 25-i demişdim. Yəni, hər iki sualları sinonim tələb edirdi. Deməli, different, various, hər ikisi müxtəlif deməkdir. Bunu seçirik. To divide, to separate, bölmək deməkdir. Bölmək, ayırmaq mənasına gəlir. Digər sözlərimiz də antonimdir. Bunlar sayılmır. Deməli, dostlar, cavabımız oldu 1 və 2. Yenə də deyirəm, bu söz bazasıdır. Əgər hər hansı bir suala bilməsəniz, məyus olmayın. Videomuzun sonuna gəldik. İnşallah ki, izah etdiyim sualların anlaşılmadıq heç bir məlumat qalmaz. Əgər nəsə sualınız olarsa, mütləq rəylərdə bildirməyi unutmayın. Əgər videomu bəyənsəniz, like etməyi, abunə olmağı və mənə əgər bəyənsəniz, xoş yorumlar etməyi unutmayın. Sağ olun, növbəti videolarımızda